Bir ildir ərizə yazmışam, icra hakimiyyəti razılıq verib, bələdiyyə razılıq verib, göndəriblər trest azeliniyeniya deyirlər ora ki, onlar gəlsin, məsələni həll eləsinlər. Dibi quruyub, belə budalama olur. Dedim dibindən kəsin, bunu göz açılsın, bu ağacın əvəzinə təzə ağac əkək burada. Nəsimi rayonu Mircəlal 10 ünvanındakı 5 mərtəbəli binanın həyətində qurumuş ağaclar var imiş. Sakinlər bununla bağlı müvafiq quruma dəfələrlə müraciət ediblər. Qurum əməkdaşları uzun müddət sonra əraziyə gəliblər, amma sanki işi yarımçıq görüblər. Ağacları bu formada saxlayıb gediblər. Yəni, ağac bu formada nəyə və kimə lazımdır? Gələn il dedilər ki, yaz gələndə gəlib kəsəcəyik. Yaz da gəldi, may ayı da keçdi, gələn yoxdur. Axırda gəldilər, quru ağac idi, bir dənə də yarpaq üstündə yox idi bunun. Kəsdilər, bunu da qoyublar bura ki, bəlkə orada siz qapı açdınız, bəlkə çayxana tikdiniz. Dedim, yekə kişisən, yolun ortasında çayxana açdınız. Yəni, belə deyək də, qurumuş ağacı belə bu formada saxlayıblar ki, siz burada nəsə iş görməyin, yəni bir obyekt açarsınız, nəsə belə bir şey, yoxsa... Elementar, elə belə ki, nəsə burada bir başqa şey olmasın, burada nə olacaq ki? Deyək, kəsib aparıb satasınız, nə bilim, odun yerinə, nə qarasınız. Zəng elədim, gələn olmadı. Axırda sizə müraciət elədim, onlar hərəkətə düşdülər. Gəldilər, budalama elədilər. Quru ağacın nə budalaması? Deməli, bizim gələcəyimizi eşidib gəldilər. Hə, budalamanın, yox, quru ağacın nə budalaması? Onda da belə gəlsələr də işi bitirmədilər, bu formada saxlayıb getdilər. Belə qalmalıdır. Niyə belə qalmalıdır, mən bilmirəm. Məsələ ilə bağlı Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, sözgedən ünvandakı ağaclar sakinlərin müraciəti əsasında külək zamanı yarana biləcək təhlükənin qarşısının alınması məqsədi ilə budanır. Ağacların niyə tam kəsilməməsinə gəldikdə isə bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmalıdır.